Salam. Gəlin bugün bir çoxumuzu narahat edən, hətta biraz da qorxudan bir mövzuya baş vuraq. Birja çöküşləri. Yəqin siz də o qırmızı başlıqları görəndə bir anlıq ürəyiniz sıxılır. Amma gəlin pərdə arxasına baxaq, görək əslində nə baş verir. Gəlin elə Mark Tilbury'nin bu sözləri ilə başlayaq. Bəlkə də qulağa biraz qorxulu gəlir, amma əslində bu reallıqdır. Çöküşlər bazarların təbii dövrünün, yəni təbii axarının bir hissəsidir. Onlar qaçılmazdır. Amma bu, hamımızın ağlındakı o əsas sualı ortaya çıxarır, elə deyilmi? Xəbərlərdə oxuyuruq ki, bazardan milyardlar silindi. Bəs, yaxşı, bu pul hara gedir, yoxa çıxır? Cavab, inanın, sizi çox təəccübləndirəcək. Yaxşı, gəlin birbaşa məsələnin özünə keçək. Birinci bölmə, pul hara gedir? Təsəvvür edin ki, səhər oyanırsınız və belə bir başlıqla qarşılaşırsınız. Bazardan 100 milyard dollar silindi. Adamı dərhal panikaya salır, düz deyilmi? Amma gəlin bunun əslində nə demək olduğunu anlamaq üçün çox sadə bir misala baxaq. Gəlin belə bir şey düşünək. Təsəvvür edin ki, bütün fon bazarı cəmi 1 milyon qutu lobiya konservidir və hər birinin də qiyməti cəmi 1 manatdır. Riyaziyyat sadədir, deyilmi? Deməli, bazarın ümumi dəyəri nə qədər oldu? Əlbəttə, 1 milyon manat. İndi isə tutaq ki, bir supermarket bu lobiyaların qiymətini 80 qəpiyə salır. Təbii ki, digərləri də ondan geri qalmır. Baxın, ortada hələ də 1 milyon qutu lobiya var, heç yerə getməyib. Amma indi ümumi dəyər cəmi 800 min manatdır. Sanki 200 min manat buxarlanıb yoxa çıxdı. Amma əslində heç bir fiziki pul yox olmadı ki, düzdür? Bax, bütün məsələnin açarı budur. Bazar dəyəri dediyimiz şey bankdakı nağd pul deyil. Bu, sadəcə bir ümid dəyəridir. Yəni, hamımızın birlikdə bir malın gələcəkdə nə qiymətə satıla biləcəyinə dair təxminimizdir. Birja çöküşü isə sadəcə olaraq o ümidin, o təxminin yenidən qiymətləndirilməsidir. Yəni, o itirilən pullar heç vaxt real olaraq mövcud olmayıb, sadəcə kağız üzərindəki bir dəyər idi. Yaxşı, başa düşdük ki, pul yoxa çıxmır, sadəcə dəyər dəyişir. Bəs bu çöküşlər necə baş verir? Təsadüfi hadisələrdir? Əslində, yox. Tarixə baxanda görürük ki, onların arxasında təkrarlanan müəyyən naxışlar var. Gəlin ikinci bölmədə bu 4 əsas naxışı birlikdə araşdıraq. Tarix boyu baş verən böyük çöküşləri təhlil edəndə, demək olar ki, həmişə bu 4 amilin ölümcül bir kombinasiyasını görürük. 1. Hədsiz spekulyasiya, yəni hamının dəlicəsinə alması. 2. Tənzimləmə orqanlarının, yəni nəzarətin zəifliyi. 3. Ortaya çıxan, amma heç kimin tam başa düşmədiyi yeni bir maliyyə aləti və nihayət 4. Həddindən artıq borcun yığılması. Gəlin görək bunlar keçmişdə necə fəlakətlərə yol açıb. Və bu naxışlar heç də yeni deyil. Baxın, ta 1600-cü illərdəki lalə maniyyasından tutmuş, 1929-cu ilin böyük çöküşünə, 1987-ci ilin qara bazar ertəsinə və bizim dövrümüzə daha yaxın olan 2008-ci ilin maliyyə böhranına qədər hər birində bu elementləri aydın şəkildə görmək mümkündür. Prezident Hoover'in bu sözləri doğrudan da adamı düşündürür. O, bu nikbin cümlələri 1929-cu ilin o dəhşətli çöküşündən cəmi 6 ay əvvəl söyləmişdi. Bu, ilk iki naxşı, yəni hədsiz spekulyasiya və tənzimləmə qüsurlarını əyani şəkildə göstərir. O dövrdə insanlar marja ilə alış deyilən bir sistemlə, yəni borc pulla səhm alırdılar. Hamı inanırdı ki, bu yüksəliş əbədi davam edəcək. İndi isə gələk o heç kimin başa düşmədiyi innovasiya məsələsinə. 1987-ci ildə portfel sığortası adlı bir şey icad etdilər. Vəd nə idi? Deyirdilər ki, bu, investisiyalarınız üçün təhlükəsizlik kəməri olacaq, kompüterlər sizi qoruyacaq. Bəs reallıq nə oldu? Reallıq avtomatlaşdırılmış satış çığı oldu. Bazar birazca düşən kimi bütün kompüterlər beyni anda çaxnaşma içində satış əmri verdi və kiçik bir enişi nəhəng bir uçuruma çevirdi. Və nəhayət 2008-ci il. Burada artıq bütün bu 4 naxış sanki bir araya gəlib mükəmməl bir fırtına yaratdı. Ev təsərrüfatlarının hədsiz borclanması, heç kimin tam anlamadığı o mürəkkəb ipoteka məhsulları, tənzimləyicilərin göz yumması və bazara olan kör-körənə inam. Nəticə isə hamıza məlumdur, fəlakət. Yaxşı, bütün bu tarixi dərslər çox önəmlidir, amma əsas sual budur. Bütün bunlar keçmişdə qaldı, yoxsa bu naxışlar bugünün bazarı üçün də keçərlidir? Bu dəfə fərqlidirmi?
3-cü bölmədə də məhz bu sualın cavabını axtaracağıq, bu dəfə fərqlidirmi? Gəlin keçmişin o 4 naxışını bir növ eynək kimi taxıb bugünkü bazar şərtlərinə baxaq və görək nə görürük. Gəlin birbaşa rəqəmlərə baxaq. 2000-ci ildə o məşhur .com köpüyü partlayanda S&P 500 indeksinin təxminən 25% cəmi 10 şirkətin əlində idi. Bugün isə bu rəqəm nə qədərdir bilirsinizmi? 40%. Bu o deməkdir ki, bazarın taleyi bir neçə nəhəng şirkətin çiynindədir. Bu da əlbəttə ki, riski artırır. Başqa bir maraqlı göstərici isə qiymət gəlir, yəni PE əmsalıdır. Bu, çox sadə dildə desək, investorların bir şirkətin qazandığı hər bir manata qarşılıq nə qədər ödəməyə hazır olduğunu göstərir. Tarixən bu rəqəm təxminən 16 olub. Amma bugünə baxın, Microsoft, Nvidia, xüsusilə də Tesla rəqəmlər həqiqətən də çox yüksəkdir. İnsan düşünmədən edə bilmir. Bu, o klassik çöküş naxışlarından olan hədsiz nikbinliyin bir əlaməti ola bilərmi? Bəs bu qədər yüksək qiymətləndirmələrin arxasındakı səbəb nədir? Əlbəttə, süni intellekt. Hamı C-nin gələcəyinə o qədər inanır ki, bu da bizim zəif anlaşılan innovasiya və hədsiz spekulyasiya naxışlarımıza çox bənzəyir. Elə deyilmi? Bazar C-yə sanki bütün gələcəyini mərc edir. Amma reallıq budur ki, mənbələrə görə şirkətlərin 95%-i hələ ki bu sahəyə yatırdıqları puldan bir qəpik də gəlir əldə etməyib. Yəni, ümidlər və reallıq arasında hələ ki böyük bir uçurum var. Yaxşı, bu qədər riskdən, tarixi naxışlardan danışdıq. Dəs indi nə edək? Bir investor olaraq bütün bunlara necə hazırlaşmalıyıq? 4-cü və son bölməmizdə gəlin məhz bu sualın cavabını tapaq. İnvestorun strategiya kitabı necə olmalıdır? Uğurlu strategiya əslində 3 sadə, amma çox güclü prinsipə dayanır. Birincisi, şaxələndirin. Yəni, bütün yumurtaları bir səbətə qoymayın. İkincisi, investisiyada qalın. O anlıq al-sat həvəsinə düşməyin. Unutmayın, aktiv treyderlərin 90%-dən çoxu uzun müddətli perspektivdə pul itirir. Üçüncüsü isə bəlkə də ən çətinidir. Öz psixologiyanızı anlamaq. Özünüzə bu sualı səmimi şəkildə verin. Sabah portfelim 50% dəyər itirsə, mən panikaya düşüb hər şeyi sataram, yoxsa soyuqqanlı qala bilərəm? Baxın, şaxələndirmə dediyimiz şey praktikada təxminən belə bir şeydir. Yalnız bir ölkənin bazarına, məsələn, ABŞ-a investisiya etməyə əvəzinə pulunuzu fərqli yerlərə yayırsınız. Bir hissəsi beynəlxalq bazarlara, bir hissəsi orta ölçülü şirkətlərə, bir hissəsi də inkişaf etməkdə olan ölkələrə. Beləcə, bir bazar çökəndə digərləri sizi qoruya bilər. Və bu fikir, yəqin ki, bütün bu söhbətdən yadda saxlamalı olduğumuz ən vacib şeydir. Mark Tilbury çox gözəl deyir. Sərvətinizin toxumları çox vaxt hamının qorxduğu o böhran və qeyri-müəyyənlik dövrlərində əkilir. Yəni, bir çoxları üçün panika anı olan çöküşlər əslində hazırlıqlı investorlar üçün inanılmaz bir fürsətdir. Dəyərli şirkətləri böyük endirimlə almaq şansı. Beləliklə, bütün bu təhlili yekunlaşdırsaq, əsl sual bazarın nə vaxt düşəcəyi deyil. Çünki o mütləq düşəcək. Əsl sual budur. O gün gəlib çatanda siz necə reaksiya verəcəksiniz? Panikanın bir parçası olacaqsınız, yoxsa öz strategiyanıza sadiq qalıb fürsətdən yararlanacaqsınız? Cavab təbii ki, sizin öz əlinizdədir.